Herkese salam. DİM 2025 test toplusundan azot ve onun birleşmələri bölməsine yeni daxil edilmiş 29-cu sualın izahına baxaq. Bizə oksidlər verib NXO və NXOY. Birinci oksidimizin kütləsi, yəni bunun ümumi kütləsi 22 qramdır. Tərkibində olan azotun kütləsi 14 qramdır. Onda yerdə qalan 22-14, 8 qramı da olur oksigen. Digər oksidimizin kütləsi 38 qramdır. Bunun 14 qramı azotdur. Onda yerdə qalan 38-14, 24 qramı da olacaq oksigen. İndi formulu düzəltməliyik. Biz X və Y-i tapmalıyıq. Ən birinci NXO yazaq. Hər birinin məsələnin şərtində verilən kütləsini yuxarısına yazırıq. Azot 14, oksigen 8. Aşağıda da öz kütlələrini, ayirlərini yazırıq. Sonra yuxarını bölürük aşağı. 14'e bölsək 1. 8'i 16'ya bölsək 0,5. Yəni indeks kəsirdən ola bilməz. Ona görə hər tərəfə vururuq 2'yə. 1'i 2'yə vursaq 2, 0,5'i 2'yə vursaq 1. Demək formulumuz, yəni hər birinin öz aşağısında yazılan onun indeksi olur. N2 O şəklindədir. Yəni X'i biz tapdıq 2. İndi növbəti oksidimiz NXOY. Yəni artıq biz X'i tapdıq 2. Yerinə yazırıq. Onda yəni azotu tapdığımıza görə indi oksigenlə işləyək təkcə. Oksigenin kütləsi şərtdə 24'dür, ayrı 16. 24'ü 16'ya bölsək edəcək 1,5. Ya da hələ bunu X kimi saxlayaq. Azotumuz da şərtdə 14 idi. Öz kütləsi də 14. 14'ü 14'e böldük 1. İndi biz bunu kəsirdən azad etmək üçün vuracağıq 2'yə. Bu edəcək 2, bu da edəcək 3. Formulda olur N2O3. Demək Y-də neçəymiş? 3. Bizə deyir X plus Y cəmini tapın. X 2'dir, Y də 3'dür, cəmi edəcək 5.